Bəli, mən hər zaman tənqidçi jurnalist Vüsal Kəlbəcəri bu gün həm tənqidləri deyil, Tərtər rayon icra hakimiyyəti haqqında, polis şöbəsinin rəisi haqqında və şikar inşaat haqqında və cəmaata haqqında nələr deyəcəm sizlərə. Əlbəttə ki, müsbətlər deməliyim. Nəyə görə? Aylar əvvəl mən Vüsal Kəlbəcəri demək Sarzalı kəndində, Tərtər rayon Sarzalı kəndində bir başsız bir xanıma evi yanmışdı. Bax, gördüyünüz kimi həmin evin ilk görüntülərini sizə göstərəcəm. Amma Tərtər rayon icra başçısı bir saat sonra gəldi bura. Bütün təmiri boyunlarına götürdülər. O cümlədən də Tərtər rayon polis şöbəsinin rəisi Rüfət müəllim, İlham müəllim də bu ailəyə çox dəstək oldular və demirəm nə qədər oldular, çox oldular. Və o cümlədən də ən əsası şikar inşaatı da öz adımızdan dərin təşəkkür bildirir ki, bu ailəyə köməkli oldu. Gəl. Bəli, şikar inşaat köməkli elədi. Bu ailədə gözəl belədir. Havalı belədir. Gördüyünüz kimi inşallah evin dam örtüyü tam düzəlibdir. Evin içinə təmir keçdi. Xalasat xoş gördük. Gəldin, xoş gördük. Nətərsiniz? Sən nətərsən, yoxsa falan? Necəsən? Salam, xoş gördük. Təşəkkür edirəm. Evin içində əsən təmir olunur. Təmir olub adamam, təmir olunur. Allah canınızı sağ eləsin. Sizin sayənizdə, siz gəldiniz, çəkiliş elədiniz. Allah canınızı sağ eləsin. Dəstək olun. Allah canınızı sağ eləsin. Başçımızın da, ondan sonra rəisimizin də, polis rəisimizin də, Rüfət müəllimin də, İlham müəllim, Rüfət müəllim. Allah canınızı sağ eləsin. Şikar inşaata da uzatılır. Şikar inşaat sağ olsun. Ondan sonra Azər İşıq sağ olsun. Bütün elə dəstək duranların Allah kömək olsun. Sizin dəstəyiniz, Allah köməyiniz olsun. Allah canınızı sağ olsun. Sizin elədir, jurnalistlər cənab prezidentimiz hər zaman deyir ki, jurnalistlər bizim görürlər. Jurnalistlər bizim görməklərimizi görürlər və bizə göstərirlər. Bax, gördüyünüz ki, bu ev yanmışdı. Azərbaycanda yüzlərlə evlər yanırlar. Əlbəttə ki, evin sığortası yoxdursa, o evə dəstək olunmur və olunmalı da deyil. Amma Tərtər rayonu həqiqətən də sağ olsunlar ki, bizim çəkilişimizə baxdılar. Tərtər rayon icra başçısı müstəqil müəllim və o cümlədən də polis şöbəsinin rəisi Rüfət müəllim, İlham müəllim bu ailəyə dəstək oldu və o cümlədən də kənd cəmaatı da hamısı kömək elədilər. Kənd cəmaatına da öz adımızdan sağ ol deyirik və ondan əlavə də şikar inşaatda bütün materialları təmin elədilər. Hamı köməklik elədilər. Azər İşıq da köməklik elədi və indi evin içində işlər gedir. Gəl stolar çəkək inşallah sizlərə. Gəl bura. Bax, gördüyünüz kimi evin içində təmir işləri gedir. Dam örtüyü demək olar ki, düzəlibdir və bizim qardaşlarımız işləyirlər. Salam əleykum. Nətərsiniz? Xoş gördük. Necəsiniz? Yorulmayasınız. Bax, görürsünüz evin demək olar ki, içində təmir işləri gedir.